Sancaq Online kanalını izləyirsiniz. Ən son yenilikləri qaçırmamaq üçün kanalımıza abunə olun, videonu bəyənin və bildiriş butonunu aktiv edin. İndi isə keçək növbəti xəbərimizə. TikToker Nərmin canlı yayım zamanı səhhəti ilə bağlı danışıb. O, diş əkdirdiyini bildirərək 5 gündür zülüm çəkirəm sözləri ilə yaşadığı çətinliyi izləyiciləri ilə bölüşüb. Nərmin müalicə prosesinin asan keçmədiyini qeyd edib. Həmin görüntüləri təqdim edirik. Az mən 5 gündür zülüm çəkirəm. Allaha keçirmə göstərməsin. Gedək Minoş. Gedək. İşçilər də yorğundur Minur. Gəlir. Gecəniz xeyrə qalsın. Xanım. Siz idiniz də bayaqlarınızı. Ayağı istəyirsən. Tez-tez yerə başına geləcək. Hə, götürdüm ürəyim. Pubdur, xeyir. Restorandır, otel restoran ailəvi. Can mama. Gedək. Gedək ora. Eve gidiyor. Evde mi? Ürəyim, sizin tualet yenə kim oradadır? Orada da ayaqlı olursun. Mənə pus terminal versən nə olur? Minoş tanıyırsan da getmişsən. Ha, biliyorum. Zəhmət olmasın. Çəkilmə məndə yox. Uşaqlar gedir. Sən həll elə dayan orada gəlirəm. Bir dənə onu aparım. Cam, yavaş qaçma. Ay Minur, qurban olum ye. Bütün üstüm başım. Ay Allah, evdə gedib bir sənə bir paltar qatdalayacağım. Qurana and olsun. Ay Allah. Kravatların üstü, taxtın üstü doludur da paltarla. Ay Allah, bismillah, bilim yıxıldı. Min ehtiyatda gəl, oğlum, toku tapdama. Minoş. Ayaq olmasın. Minoş. Qurbağadır. Eləmə, ümid, çərçikədə atlanan çərçikə. Qoy səni andır qalasan, biri də buradadır. Arkadaşlar gördünüz mü? 1, 2. İttim ben. İti. Belki o birisi. Qızlar, bura Af Otel, Af restoran, ailəvi restoran. Valla o içində belə qalxırsan, podyomu, otelə gir, daxil olursan, mən elə ora görməmişəm. Amma səhv eləmirəmsə, ora doludur. Bütün işıqları yanır. Qızlar, öpürəm sizi. Özünüzə yaxşı baxın, Allaha əmanət olun. Qaçım evə, mən reklama gəlmişəm. Ürəyim reklama gələm, hesab ödəmir. Öpürəm səni. Allaha əmanət olun. Bütün reklama ehtiyacı yoxdur.